Yalnız mən xatırladıram ki, bugün Nəcib söhbətlərdə mənim müsahibim, publisist, yazıcı Yunus Oğuz idi. Və Yunus müəllim Ülker xanımın ifasını çox bəyəndi. Və biz elə qərara gəldik ki, verilişin son nöqtəsini də Ülker xanım Quliyevanın ifası ilə Siz nə qoyaq. məsləhət edilərsiniz? Keçirdik. Her ağacına yoluna, her cığırına yoluna, ölümü göze alarak oldular kurban oğullar. Garlı garlı dağları, çayları gör bulakları, teki kalmasın her yara, yurdumuz doğma Qarabağ, Qarabağ. Ocağın açsan ağlatan, ocağını silsin hemen. İllerce hasretin çeken, sen ya da yönen yüreklerimizi. Azerbaycan askerine koşulsun bütün bastalar, elimin igidlerine, şehitlerine şehirler yazılsın. Fərəhlən ana torpağı, ey məğrur millətim xalqı. Ağlama sil gözün yaşın, uca tut başın, ey Türk'ün anası. Mert kızın qəhrəman oğlum, yağıya gözdağı oldu. Qoy bilsin, qoy agah olsun, hər zaman bu belə olasın. Qucağın açsan ağlatan, ocağını silsin hemen. İllerce hasretin çeken, sen ya da yönen yüreklerimizi. Azerbaycan askerine koşulsun bütün bastalar, elimin igidlerine, şehitlerine şehirler yazılsın. Kucak aç seni sevenlere, dayanma. Bir adım da olsa belə düşməndən hər an ol öndə, irəlimdə. Azərbaycan